Salam dostlar. Bu günləri mən sizə mənə ən çox gələn suallardan biri bu ikili mərhələli doğrulama. Bunu necə düzəltmək olar? Bunu necə biz eləməliyik kimi suallar gəlir. Ona görə ki, bunu elədiyimiz zaman bizdən nömrə tələb olunur. Elə yoldaşlarımız var ki, bu mərhələni aktiv eləyə bilmirlər. Bir problemlə üzləşirlər, belə deyim sizə. Bu bizə nə üçün lazımdır? Bu bizə onun üçün lazımdır ki, biz buradakı pul qazanma şərtlərini tamamladıqdan sonra deməli, bu mərhələni aktiv eləməliyik ki, pul qazanmaya müraciət edə bilək. Mən sizə indi bunu göstərəcəm. Bunun üçün nə etməliyik? İlk öncə buradan həmən bu ox işarəsinə basırıq və bu bizi bu pəncərəyə yönləndirməsini istəyirik. Bax, gəldi bu bildiriş. İkili mərhələ deməli, doğrulamanı aktiv eləməyə, davam eləməyə basırıq. Daha sonra bizi deməli, belə bir pəncərə qarşılayır. Burada görürsünüz, telefon nömrəsi əlavə eləməyi var. Telefon nömrəsi aktiv eləmək. Vururuq üstünə, burada yazırıq öz nömrəmizi. Burada öz nömrəmizi yazdıqdan sonra və burada ləğv eləmək var və növbəti var. Növbətiyə basıram və bildiyiniz kimi nömrə qəbul eləmir. Deməli, indi bunu ləğv elədik. Daha sonra düşürük aşağıya. Burada deməli, giriş açarı var, Google bildiriş var, yoxlayıcı var və telefon nömrəsi var. Biz buradan bu yoxlayıcıya daxil oluruq. Deməli, bu yoxlayıcı. Bu yoxlayıcı nədir? Deməli, bu yoxlayıcı budur. Google'un özünün rəsmi, belə deyim, xidmətidir. Bu da adı yazılıbdır, adı belə yazılır. Proqramın işarəsi isə belədir. Deməli, açırıq bu pəncərəni. Burada doğrulayıcını ayarlamaq var. Buna daxil oluruq. Daha sonra bizdə belə bir QR kod gəlir. Biz bu proqramı öz telefonumuza yüklədikdən sonra belə bir pəncərəsi vardır. Baxın, belə bir şeydir. Burada ən aşağıda plus işarəsi var. Deməli, məndə iPhone-da aşağıdadır. Bu yəqin ki, bu Android sistemidir. Bax, yuxarıda plus işarəsi var. Həmən o plus işarəsinə basırıq. Deməli, mən də hal-hazırda onu eləyim. Deməli, plus işarəsinə basırıq. Burada yazır ki, QR kod tara. QR kodumuzu tarayırıq və telefona avtomatik olaraq həmən bu Gmail adresimiz düşür və ora, belə deyim də, kod gəlir. Daha sonra növbətiyə basırıq. Və burada bizə göstərilən kodu, burada kod deməli, saniyədən bir dəyişilir. Həmən kodu yazıram və burada doğrulayan əmri var. Ona vurdum bir dəfə. Artıq burada gördüyünüz kimi doğrulayıcı əlavə olunmuşdur. Kimi belə bir bildiriş gəlir. Daha sonra, bax, burada aktiv et düyməsi var. Baxın, yazılıb qabağında. İkili mərhələli doğrulamanı aktiv elə. Vuram bunun üstünə. Deməli, yenə bu bizi bu pəncərəyə qaytardı. Bu pəncərə problem yoxdur. Yenə burada ikili mərhələni aktiv eləməyə basırıq. Telefon nömrəsi, amma burada gördüyünüz kimi ötürün əmri gəlib. Əvvəldə fikir verdiysə ləğv eləməyə və növbəti var idi, ötür yox idi. İndi bu ötürməyə basıram. Telefon nömrəsi olmadan davam etmək istəyirsinizmi deyə burada bizə bir sual verir və burada istənilən halda davam eləməyi var. Ona basıram, ikili mərhələ üstü. Gördüyünüz kimi ikili doğrulanma belə deyim də aktiv olundu. Həmən bu QR kodla, həmən bu proqram vasitəsilə dostlar. Bu telefonunuzda yoxsa bunu yükləyin və bunu elə eləməlisiniz ki, bu heç vaxt belə deyim də silinməsin sizdən. Bu çox vacib bir proqramlardan biridir. Daha sonra hazırdır əmrinə basıram. OK. Buradakı belə oldu. Baxın. İkili addımı deməli nə ilə deaktiv elə. İndi mən YouTube kanalıma gedim. Deməli, mən indi öz YouTube kanalıma gəlirəm və buradan yenə pul qazanmaq bölməsinə gəlirəm və gördüyünüz kimi müraciət etdikdən sonra həmən bu ikili mərhələni deməli biz aktiv eləmiş olduq. Yəni ki, dostlar, belə siz bu belə deyim ki, metodla öz kanalınızı təsdiqləyə bilərsiniz. Bu mərhələni rahatlıqla istifadə edə bilərsiniz. Bu kimi videolardan xəbərdar olmaq istəyirsinizsə kanalıma abunə olun və öz fikirlərinizi rəydə bölüşün. Növbəti videoda görüşərik.